gözəldir, yağ kimidir sanki. Qəşəng buna doğrayırıq. Çox nazik doğramayın. Bax belə. 2-3 yerə böldük bəsdir. Baxın necə gözəldir, görürsünüz. Kızlar, baxın sütü biraz çox qızdırmışam. Ona görə də gözləyirəm ki, biraz soysun, mayasını sonra töküm. İsti-isti tökəndə pendir qıcqırmış olur. Kızlar, baxın süt soydu. Çiğ süt çox qızdırmışdım. Qaynamamalıdır. Soymağını gözlədim. Soyudu. Bax, həmən bu mayadır ki, bütün marketlərdə var. Bravo market, Araz market. Biz Rahat marketdən 90 qəpiyə almışıq. Bir qaşıq tökürəm bax bu südə. Bax, görürsünüz, hələ südün üzünü yığmışdım. Yəni, siz istəsəniz yığmaya da bilərsiniz. Südün üzünü tam yığmamışdım da ki, biraz pendirdə yağlılıq qalsın. İstəyirsiniz, siz yığmayın, birbaşa edin. Amma qaynanam deyir ki, südün üzünü yığmayanda o suyunda axır gedir. Mən indi biraz tam yığmamışam. Bax, beləcə. İndi üstünü örtürük 5 dəqiqə. Bu süt maya ilə bir yerdə özünə gəlir. Üstünü örtüb, yaxşı basırıq. 5 dəqiqədən sonra açıb göstərəcəm. Baxın, bu sütü 5-10 dəqiqə qabaq üstünü bək-bək basırmışdım mayanı tökəndən sonra. Açdım ki, suyu çıxıb artıq. Kəsdim, bax belə. İndi burada hazırlamışam. Bax, belə bir aşsüzən deyirik də. Aşsüzənin içərisinə qoymuşam. Hər birimizin evində var. Baxın, pərdəlik var, tül pərdə. Torba tikmişəm. Bax, torbanı keçirtmişəm indi bu qabın içərisinə. Daha doğrusu bu torbanı mənə Lətifə xanım, qaynanam tikib. Allah ondan razı olsun. Hə, demək və kənarda tərfunu doğramışam. Tərfunu indi bura isti-isti mayanı tökəndə töysəydik, tərfun orada bişərdi. Pis rəngi qaçardı da, yəni pis olardı. Südü də yaşıllaşdırardı. Hanımlar, yəni qorxmayın. Belə, pendirdən sulu-sulu bura qaba tökürəm. Bax, bir əllə edirəm. Ona görə də Ləmanla atası qapıda batut yığırlar. Mənə kömək eləyən yoxdur. Biraz tökürəm, biraz tərfundan tökürəm. Görürsünüz bu formada. İçində topa kimi durmasın. Hə, biraz buradan tökürəm. Belə. Sonra biraz tərxundan tökürəm. Bax, belə. İndi bunun hamısını töküm rahat. Yenə dönürəm sizə. Baxın, belə oldu. İndi bunu çox tərpətmək olmaz hələlik. Birinci gözləyək, biraz suyu çəkilsin. Çox tərpədəndə suya axır. Baxın, altına bir qab qoyuruq. Bax, bu formada gözləyirik, suyu çəkilsin 1,5 saat. İsti-isti çox tərpətmək olmaz ha, qızlar. Baxın, xanımlar, 1-3-4 dəqiqə qaldı, biraz özünə gəldi. İndi tək əllə eləyə bilmirəm. Bax, bunu toparlayırıq indi. Bax, suyu elə bil gedəndən sonra, biraz bərkiyəndən sonra toparlayırıq bir kənara. Qəşəng yumruluyuruq. Bax, belə ki, pendir, qaynanam deyir ki, pendir nazik olanda duzlayandan sonra da o nazilir də. Yəni ona görə biraz qalın edək ki, duzlayanda da nazilməsin də. Biraz pendir, biraz qalın qalsın. Bax, belə etdik. Aha, indi mənim bir daşım var, bir baxın. Xüsusi pendir üçün bunu gətizdirmişəm. Böyüyü də var, balacası da. Daşı qoyuruq üstünə və qoyuruq soyuducuya. Düz sabağa qədər inşallah. Sabağa qədər, sabah götürürük. Doğrayırıq, qəşəng. Doğradıqdan sonra əlimizlə o tərəf bu tərəfini biraz duzluyuruq və yenə qoyuruq soyuducuya. Ondan sonra sabağı günü bir də biraz duzluyuruq, qoyuruq soyuducuya. Öz suyu çıxır. 15-20 gün öz suyunda, duzlu suda yetişməlidir. İstifadə etmək olmaz. Əslində deyirlər 40 gün istifadə etmək olmaz. Amma bizim elə hövsələmiz tutmur. Bir ay sonra başlayırıq istifadə eləməyə. Sonra duzlu su düzəldirik. Əsas məqam duzlu suyu düzəltmək çox həssas bir məqamdır. Yəni düzgün düzəltməyəndə pendir boşalır. Yəqin ki, başınıza gəlib. Yəni qaynadılmış, soyuq, buz kimi suya duz qatırıq, bir yumurtanı yuyuruq, yumurta ilə yoxluyuruq. O qədər duz qatırıq ki, yumurta suyun üzünə çıxana qədər. Biraz da artıq olsun, narahat olmayın. Pendir qoy duzlu olsun. Duzlu olsa
Sabahki işlədəcəyiniz qədər gecədən pendiri sudan çıxarırsınız, qoyursunuz adi suya, soyuducuya. Və səhər durursunuz, pendiri yuyursunuz, sonra da quruluyursunuz, istifadə edirsiniz. Yəni o pendirdə duz qalmır. Başqa da saxlamaq qaydası var. Əgər pendiriniz azdırsa, az pendiri duzlu dəsmala büküb, yəni su hazırlayırsınız, duzlu su. Dəsmalı salırsınız ora, isladırsınız, sıxırsınız, pendiri ona bükürsünüz, qoyursunuz soyuducuya, aylarla qalır. Qızlar, bax dünən çalıb soyuducuya qoyduğum pendirdir. Baxın, bu bizim pendirimiz. Maşallah olsun. Bax, gördünüz. Doğruya. İçerisini de size göstereyim. Şimdi sürpriz olmaz inşallah. Bakın içerisine. Görün necə gözəldir. Yağ kimidir sanki. Qəşəng buna doğruydu. Çok nazik doğramayın. Bax, belə. 2-3 yerə böldük bəs. Baxın necə gözəldir, görürsünüz. Yəni püf nöqtələr var. Hamısını bax orada izah etmişik videoda. Videoda baxın püf nöqtələrini. Yəni necə demişik elə edin ha. Yəni etməsəz alınmaz. Tərxunun rənginə baxın. Bax yamyaşıl görürsünüz. Necə var elədir. Çünki isti-isti tökməmişəm içərisinə. Bax indi bunu duzluyuruq qızlar. Bax əlimizlə biraz o tərəf bu tərəfini duzluyuruq. İndi duzluyub mən bunu yığacağım bir qazana. Niyə? Çünki öz suyunu çıxaracaq. 20 gün bir qazanda öz suyunda qalır. Hərdən